Hər kəsə salam, mən Aygün. Yeni bir videoyla qarşınızdayım. Videolarımız yenə həmişə olduğu kimi manikürdən başlayır və manikürü edirik. Baxın, kutikulanı bu şəkildə geri edib, mən bu dəfə removerlə manikür edəcəm. Remover nədir? Remover kutikulaya vurulur və oranı yumşaldır. Dırnağın üzərində olan artıq qalıntıları yumşaldır və onu siz çubuq vasitəsilə oradan təmizləyirsiniz. Bu şəkildə qoyduqdan sonra removeri çubuqla belə dırnağın üzərinə basaraq, baxın bu şəkildə dırnağın üzərindəki qalıntıları da təmizləyirsiniz. Kutikulanın altını da təmizləyirsiniz və daha sonra removeri spirtlə silirsiniz. 2-3 dəqiqə dırnaqda qala bilər. Daha çox qalmağı məsləhət deyil. Bu şəkildə dırnağın üzərini təmizlədikdən sonra bütün 5 dırnağı çəkirsiniz. Bu göstərdiyim, belə deyim, təmizləmə işləmini edirsiniz. Daha sonra spirtlə silirsiniz. Kutikulanı kəsib, daha sonra əllərinizi və ya müştərinin əllərini mütləq yudurdursunuz ki, əlləri təmiz olsun. Yəni remover dırnaqdan getsin. Çox az belə remover dırnaqda qalarsa, açlıqqa, yəni dırnaqda qopma, aralanma ola bilər. Çalışmanı diqqət edin. Kutikulamız yumşaldığı üçün çox rahat bir şəkildə kəsilir və tərtəmiz kutikula olur. Ehtiyac olarsa yenidən removerdən ikinci dəfə də istifadə edə bilərsiniz, amma artığını məsləhət görməzdim. Daha sonra dırnağımızın üzərini baflayıb bazamızı çəkirik. Əslində bir şey deyəcəm. Bu texnikanı paylaşarkən çox tərəddüd etdim. Paylaşmayım və bir öncəki videoda da bildirmişdim ki, əgər videoya yaxşı baxış gəlsə, like gəlsə, komment gəlsə, bu texnikanı paylaşacağım. Amma like gördüm, komment və baxış sayı az gəldi. Düşündüm ki, kanalımın aktivliyi düşüb, mən bu videonu paylaşsam heç kəs baxmayacaq, paylaşmayım falan. Amma söz vermişdim deyə etməyə bilməzdim. Ona görə də bu videonu paylaşıram. Ümid edirəm ki, baxış sayı çox gələcək və istək çox olacaq və mən yenidən videolar çəkib paylaşacağım. Amma bu videoya da baxış sayı az gəlsə, istək az olsa məcbur paylaşmayacağım. Belə, formalarımızı seçirik dırnağımıza uyğun. Əgər bilmək istəyirsinizsə, kanalımda var, hansı dırnağa hansı forma gedir və formanı necə seçirlər kanalımda var, keçid edib baxa bilərsiniz. Burada mən ən çətin olan qırmızı, qara, ağ, bunlardan qırmızını seçib sizə göstərmək istəyirəm. Bu şəkildə çəkirik. Baxın, çəkərkən nəyə diqqət edirik? Burada mən asta-asta çəkirəm ki, siz görəsiniz. Çox nazik qat çəkirik. Baxın, hətta artığını mən götürüb silirəm, oranı görürsünüz. Lap nazik olacaq. Kutikula hissə, baxın, oradan tamamilə götürürəm. Orada tamamilə nazik bir şəkildə olmalıdır. Lakı belə çox qoymağa ehtiyac yoxdur. Gel lakı, ora çox qoymağa ehtiyac yoxdur. Uc hissələrində qoya bilərsiniz, çəkə bilərsiniz bu şəkildə. Baxın. Bu şəkildə çəkirik, amma kutikula hissəni, sədəf hissəni ora çox lak çəkməyə ehtiyac yoxdur. Rəng çəkməyə ehtiyac yoxdur. Çünki çox çəksək çox olacaq. Daha sonra onu qurutduq və üzərindən ikinci qatı da çəkirik. İkinci qatda tamamilə fırçamızı belə deyim, lakın qabına, gel lakın qabına belə sıvırırsınız. Daha sonra o şəkildə prosta üzərindən keçirsiniz. Lap nazik qat çəkdik. Baxın, yenə də sədəf hissəni, kutikula hissəni mən götürürəm. Qayıdıb deyirəm, sizi yora bilərəm. Sadəcə diqqətinizi ora yönləndirmək istəyirəm. Bu şəkildə etdik. Bunu yoxlamaq üçün mən sizə bir üsul göstərəcəm ki, siz həqiqətən düzmü etmişsiniz ya yox. Deməli, lampanı götürürsünüz və bu şəkildə tutursunuz. Baxın, o boşluğu görürsünüz. Siz onu belə görürsünüz. Amma dırnağa vurduqda siz onu görməyəcəksiniz. O şəkildə altdan işıq düşəndə siz o boşluğu görməlisiniz. Daha sonra burada bütün tipsiləri doldururam. Bütün belə deyim də formaları dırnağımızın üzərində seçmişik. İçərisini doldururuq. Hamısını eyni qaydada. Burada geli sizə göstərirəm. Məndə bu geldir. Opsiya yəqin ki, hər kəsin stolunun üstündə var. Ona görə problem olmayacaq. Hətta opsiya olmasın, Runel'ın gelinlə də etmişəm, ondan da alınır.
Sizdə opsiya yoxdursa Runa ilə istifadə edə bilərsiniz və ya başqa geldən də yoxlaya bilərsiniz. Mən opsiya ilə Runa ilə istifadə eləmişəm. Onu dəqiq bilirəm ki, alınır ikisi ilə də. Daha sonra bu şəkildə gördünüz də, yəni nə qədər götürdüyümü geri. Çox götürməyə də ehtiyac yoxdur, çox az götürməyə də ehtiyac yoxdur. Çünki az olarsa içərisində hava qalacaq və gel qurumayacaq. Çox olarsa çox aşıb daşacaq və çox olacaq, yenə də qurumayacaq. Ona görə də qədərini. Və siz bunu ilk dəfədən o qədəri tutuzdurmaya da bilərsiniz. Dəfələrlə edin. Daha sonra özünüz görəcəksiniz. Əsas burada siz xırda nüansları, texnikaları biləcəksiniz və yoxladıqca bu sizdə artıq alınacaq. Az olarsa baxın bu hissəyə biraz çox qoyuruq. Qıraqları az edirik. Sırf sədəf olan hissəyə biraz geli artıq qoyuruq. Daha sonra əsas məsələ budur. Bu fanar mütləq. Yəni bu fanar mütləqdir də. Yəni bu mütləq bu fanarı əldə etməlisiniz. Mən bunu Temudan almışdım. Siz də oradan zakaz edə bilərsiniz. Elə də bahalı fanar deyil. Hətta mən sizə bir neçə məhsul da göstərəcəm. Burada baxın, dırnağımızın üzərinə birinci kutikula hissəsini oturduruq və daha sonra aşağı doğru yatırdırıq və fanarı çox yaxın tutmaq lazımdır. Mən yenə sizə göstərəcəm, amma fanarı çox yaxın tutmaq lazımdır. Mən burada özüm edirəm deyə ağzımda fanarı tutmuşam. Stola keçiriləndə olur, amma mən o stola keçiriləni almamışam. Sadə əllə tutulan fanardır. Bunu siz müştəridən də istəyə bilərsiniz, sizə köməklik edib tutsun və ya özünüz ağzınızda da tutub edə bilərsiniz. Bu şəkildə edirik. Alt hissəsini düzəltdim. Alt hissəsini düzəltdikdən sonra da fanarla quruduram. Və üzərindən baxın bu şəkildə tutmaq lazımdır. Mən orada aralı tutmuşdum, amma daha da yaxından tutmaq lazımdır. Bu şəkildə ki, həmin o hissə qurusun. Bu fanarı mütləq əldə edirsiniz və fanarı tutarkən çox yaxına tutursunuz. Burada asta bir şəkildə mən sizə göstərəcəm. Geli necə yaymaq lazımdır və necə dırnağa oturtmaq lazımdır. Burada siz daha da rahat görəcəksiniz. Əgər nəsə aydın olmasa, kommentariyada yazıb soruşa bilərsiniz və ya keçid edib Instagramdan da yazıb soruşa bilərsiniz. Baxın, bir damcı da götürdüm, orta hissəyə qoyuram və kənarlarını nazik edirəm ki, orada axıntı, çıxıntı falan olmasın. Bu şəkildə o hissəni çox nazik etmək də lazım deyil ki, orada tək yellaq qalıb qurumamaq yox, nazik olma ehtimalı var. Daha sonra qopacaq. Ona görə də çalışın hər tərəfə gel dəysin mütləq şəkildə. Əgər düşünürsünüzsə ki, çox danışdım, o zaman video axıra kimi baxıb yenidən qayıdıb başdan sadəcə prosesə baxa bilərsiniz. Çünki ola bilər ki, mən danışaram, prosesdən biraz keçmiş ola bilərəm. Bunların hamısı normaldır. Yəni, çünki videoya baxaraq həm danışıram, həm sizə bəzi nüansları da demək istəyirəm. Ona görə təkrar baxsanız aydın olacaq. Baxın, bu şəkildə yaxın tutmaq lazımdır fanarı ki, o hissə tamamilə içəri doğru keçid edib və içəridə geli qurutsun. Hardasa 60 saniyə elə qurutursunuz. Daha sonra böyük aparata qoya bilərsiniz. Yəni dırnaqlarınıza baxın, alt hissəsi necə səliqəli olur. Üstdən elə qurutduqdan sonra əlinizi çevirirsiniz, alt hissəsini düzəldirsiniz. Çünki həmin aparat o alta hələ keçid edib altı quruda bilmir. Ona görə əlinizi çevirin, altını düzəldin, daha sonra böyük aparata göndərin ki, böyük aparatda qurusun. Baxın necə də səliqəli. Və bu arada əgər sizə maraqlı olarsa ki, tipsini, daha doğrusu üst formanı dibdən necə oturtmaq lazımdır, o haqda da video çəkərəm. Əgər maraqlı olsa, mənə kommentariyalarda bildirərsiniz. Və hansı videolar, hansı dərslər maraqlı olsa sizə, mənə yenə də kommentariyada fikirlərinizi bildirə bilərsiniz. Baxın, burada da yoxlayacağıq ki, tamamilə quruyubmu? Bəli, təbii ki də quruyub. Çünki, belə deyim, bu texnika həmin o dediyim nüanslar, lakı nazik çəkmək. Lak dediyim, yəni adi lak deyildi. Hamı bilir ki, gel lakı nəzərdə tuturam. Daha sonra kommentariyada mənə yazmayın ki, lak nədir. Gel lakı
nazik qat çəkirik. Geli nə çox, nə az qoyuruq və əsasən lampanın linkini mən sizə istəsəniz belə deyim, açıqlama hissəsində qeyd edərəm. Videonun açıqlama hissəsinə linkdən keçid edib ala bilərsiniz və bu formalarda soruşsanız, bunu da həmin o Temudan almışam və videonun sonunda sizə maraqlı olsa Temudan aldığım pişik gözlərini də sizinlə bölüşəcəm. Maraqlı olsa həmin o hissəyə də baxarsınız. Dırnağı tamamilə bitirdikdən sonra videonun sonu var da, yəni həmin o sonluğa baxsanız, orada Temudan aldığım rəngləri də sizə göstərirəm. Hətta pişik gözünü necə bir arada toplamaq lazımdır, onu da göstərirəm, amma ətraflı istəsəniz, ətraflı da video çəkə bilərəm. Belə, burada da dırnağımıza forma veririk. Forma vermə videosu da kanalımda var. Keçid edib baxa bilərsiniz. Bu arada, əgər bu videodan tam olaraq nəyisə başa düşməmişsinizsə, hansısa bir hissə qaranlıq qalıbsa, siz mənə onu, yenə də deyirəm, geri dönüş olaraq kommentariyada bildirin. Mən, məsələn, bundan sonraki videonu ona uyğun çəkib paylaşa bilim və bir də deyirəm, baxış çox gəlsəm, kommentariyada, şərhlərdə, eyni şeydir, kommentariyada fikirlərinizi bildirərsiniz. Mən ona uyğun, məsələn, like sayda çox gəlsə, mən ona uyğun davam edeyim, etməyim qərar verəcəm. Yox, əgər aktivlik zəif olsa, çox güman ki, mən artıq videolarımı paylaşmayacağam və demək olar ki, bütün videoları kanalımdan siləcəm. Bu da nəticədir. Nəticə həqiqətən çox incə, möhkəm dırnaqlar alınır. Yəni əsas incə alınır. Hətta forma gerinə edəndə belə bir də görürsünüz qalınlıq olur da dırnaqda. Yəni bu qədər incə olunmur. Bu həm incə, zərif və çox möhkəm dırnaqlar alınır. Məncə hər kəs bu texnikanı bilməlidir. Bu isə Temudan aldığım rənglərdir, pişik gözləridir. Onların rəngini mən sizə belə qısa olaraq göstərirəm, amma rənglər çox qəşəngdir, bir-birinə qəşəngdir. Burada da hətta sizə göstərirəm ki, necə görsənir. Daha sonra hətta bu nədir buna da? Maqniti belə Temudan zakaz etmişdik. Temuda mən bu qədər, belə deyim də, altılı idi, korobkada 6 rəngi olurdu. 6 manat ya da 7 manat. Hətta oradan mən vitraj rənglər də almışam. Onlar da qəşəngdir. Onlarla da maraqlı olsa video çəkə bilərəm. Burada sadəcə dırnağın üzərindən sizə rəngi prosta göstərmək istəyirəm. Bilirəm, qırmızı ilə uyğun deyil, amma sizə prosta göstərmək istəyirəm. Burada frenç edirəm. Çox qəşəng alınır. Hətta belə frenç, məsələn, alt hissəsini qara edib, üstündən belə frenç edə bilərsiniz. Daha sonra ikinci variantda göstərəcəm frençi. Bu şəkildə edirsiniz və üzərinə yenə bu şəkildə gedirsiniz və olur sadəcə xət frenç. Yəni, maraqlı fikirlər etmək olar. Düşünürəm ki, bu rəngin üzərindən alınmadı. Qaranın və ya başqa bir rəngin üzərindən etmək olar. Bunu da Temudan sifariş vermişdim. Bu da qablaşması çox qəşəng görsənirdi. Rəngi isə çox qəşəngdir. Yenə də deyirəm, qaranın üzərindən qəşəng olar. Mən korичневin üzərindən etmişdim. Onun üzərindən də qəşəng görsənirdi. Bu şəkildə belə bənövşəyi perlamutru rəngdir. Bunu da, bu tipslər möhtəşəmdir. Yəni, həqiqətən də çox qəşəng tipslərdir. Bayıldım bu tipslərə və məsləhət görərdim ki, hər kəsin stolunun üzərində bu tipsdən olmalıdır. Yəni, həqiqətən də çox qəşəngdir. Kutikulanın altına rahatlıqla girir, çox yumuşaqdır. Heç bir, belə deyim, proses zamanı heç bir narahatçılığı yoxdur, incitmirdi adamı, yəni möhtəşəmdir. Altlıqlıdır, amma mən altlığını nə yalan deyim, istifadə etmədim. Və videomuz bu qədər. Ümid edirəm bəyənərsiniz. Sağ olun.